Rusiyada yaşayan bir iş adamı, həmvətənlimiz söhbət edirdi. Mən qulaq şahidi oldum. Deyir ki, orada universitetdə tələbələrə professorlar, müəllimlər, siyasətdən dərs deyənlər, geopolitikadan dərs deyənlər əsas məsələ nə deyirlər? Rusiyanın maraqları odur ki, heç vaxt Azərbaycanla Türkiyə birliyi olmasın, Türk birliyi yaranmasın. Hər bir halda deyir, biz çalışmalıyıq ki, Azərbaycanla Türkiyənin arasını vuraq ki, onlar bir mövqeləri bir yerə vura bilməsinlər. Bax, bu da Rusiyanın da yanaşması budur ki, onlar da... Tək Rusiya bilirsiniz ki, 300 illik tarixi olan bir dövlətdir. O dövlət yarananda Batı dünyası, Almaniya və İngiltərənin daha çox örgütlədiyi bir dövlət olub, yapılanma olub. Bu yapılanmanın əsas hədəfi Türk dünyasını parçalamaqdır. Yəni, bir jandarma dövləti qurublar ki, onun əlindən Türk dünyasını məhv etsinlər. Bu, Rusiya dövlətinin mahiyyəti onların niyyətləri üstündə qurulduğuna görə xatırlayırsınız, Yekaterinanın və Dəli Petronun açıqlamalarında belə bir tezis var ki, İslam dünyasını içərisində başarılı olmaq istəyirsinizsə, lazım olduğu anda məhzəbçiliyi gücləndirəcəksiniz ki, məhzəbçilik üzərindən İslam dünyasında qarşı durma yaransın və o qarşı durmadan siz yararlanın. Siz də bilirsiniz ki, İslam dünyası deyəndə o kim nəzərə tutulurdu o vaxt? Osmanlı imperiyası, bir də Azərbaycan imperiyaları. Bəli. Azərbaycan imperiyası daha çox Şiə məzhəbli idi, doğrudurmu? Bəli. Osmanlı imperiyası da Sünni məzhəbli idi. Bəli. Deməli, burada hədəf İslam dünyasını parçalamaq, məzhəbçilik üzərindən həyata keçirilməli idisə, nəticədə İslam dünyası arasında qarşı durmanın yaranması əslində Türk dünyasının qarşı durmasına gətirirdi. İki qardaş üz-üzə gəlirdi. Bunun arxasında tək Rusiya deyildi. Yerli işbirlikçiləri, məsələn, Hasan Sabbahlar, içimizdə, yanımızda, qonşuluqda ələ keçirdikləri güclər də onlarla bir yerdə idi. Bununla yanaşı təbii ki, İngiltərə və Batı dünyasının qurduğu Amerikada sonra bu missiyanı üstləndi və daha gücləndikcə bizi parçalama siyasətini nə qədər onlar üçün əhəmiyyətli olduğunu gördülər. Bildilər ki, bizi nə qədər parçalasalar, özləri bir o qədər kürəsəl gücə çevriləcəklər. Bu, onların yaranış fəlsəfələrinin mahiyyətindən doğur. Onlar gözəl başa düşür ki, Azərbaycan-Türkiyə Cumhuriyyəti bugün Cumhuriyyət olaraq birləşdi. Doğrudurmu? Azərbaycan məzhəbcə daha çox Şiədirmi Cumhuriyyət? Say çoxluğundan danışıram. Türkiyədə daha çox Sünni soydaşlarımızın yaşadığı məmləkətdir. Doğrudurmu? Bəli. Azərbaycanla Türkiyə birləşir. Bu nə deməkdir? Artıq şiəlik və sünnilik dağıdıcı elementlərlə hərəkətə gətirmə imkanları əldən çıxır. Ona görə məzhəbçilik üzərindən bölücülük baş verməsi üçün nə etmək lazımdır? Azərbaycanla Türkiyənin birliyinin qarşısını almaq lazımdır. Bu tək Türk dünyasını bölmək deyil. Eyni zamanda İslam dünyasının da darmadağın edilməsinin yolu buradan keçir. Bugün ona görə bizim dövlət yetkililəri Azərbaycan və Türkiyə birliyinin Türk dünyası və İslam dünyası üçün nə qədər əhəmiyyətli olduğunun mahiyyətini bilərək edirlər. Təsadüf deyil ki, Sayın Erdoğan'ın son zamanlar açıqlamalarında Şiə və Sünni qarşı durmasına qarşı ciddi bir tezis səslənir. Özəlliklə bu İran məsələsində bu daha qabarıq hiss olundu. Bu həm də Sünni dünyasına bir mesaj idi ki, İran Şiə olsa da bizim müsəlman qardaşlarımızdır, biz onları müdafiə etməliyik. Dünənə qədər hər bir Sünni, yəni dini inanc, məhzəb anlayışında İrana qarşı bir məhzəb ayrımçılığından qarşı aqressiv münasibət var idi. Amma bugün onu Türkiyənin bu siyasi iradəsi darmadağın edir, qarşısını alır. Düşünün ki, Azərbaycan Cumhuriyyəti Türkiyə ilə birləşir, bu proseslər necə daha qarşısı alınır? İran adlanan Azərbaycanda, Türkistanda Azərbaycan Cumhuriyyətinin təsir imkanları bilirsiniz çox güclüdür. İndi Türkiyə-Azərbaycan birliyi quruldu, eləmir? Azərbaycan Türkiyə ilə daha ılımlı bir siyasətin içərisindədir, bir yerdədir. Bu həm də İrandakı şiələrə, türk soylulara
bir mesajdır ki, bax, siz de bir olmalısınız. Siz de Azərbaycanı sevdiyiniz qədər Türkiyəni sevməlisiniz mesajıdır. Nəticədə daha çox Şiəliyin tüğyan elədiyi, güclü olduğu bir İran coğrafiyasında Şiə və Sünni kavgasının aparmasının qarşısı alınır. Savaş dönemində də biz buna, mən deyərdim ki, %100 də olmasa böyük mənada nail ola bildik. İndiki İran-Amerika. Bəli, İran-Amerika savaşında Türkiyənin mövqeyi çox şeyi dəyişdi və özəlliklə Türkiyə və Azərbaycan ortaq mövqeyi. Ona görə çalışırlar ki, Türkiyə və Azərbaycanın ortaq mövqeyi olmasın.